Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya kahı yükü aparan nəqliyyat vasitəsinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlanması həyata keçirilib. Bu zaman nəqliyyat vasitəsindən kahı formasına salınaraq gömrük nəzarətindən gizlədilən, qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 79 kiloqram 820 qram xüsusilə külli miqdarda narkotik vasitə marixuana aşkar edilib. Faktla bağlı araşdırma aparılır.